Salam dəyərli izləyicilər, əziz tələbələr, şagirdlər, bütün riyaziyyat severlər. Bugün riyaziyyat severlər rubrikasında sizinlə yerindən görüşürük və sizə bugün müxtəlif tipli maraqlı məsələlər həll edəcəm. Məsələ 1. 72 ədədini tam bölənlərin sayını tapın. Məlumdur ki, A daxildir N mürəkkəb natural ədəd üçün A bərabərdir A1'in üstü alfa 1, A2'nin üstü alfa 2, vuraq və s. AN'in üstü alfa N olduqda müsbət tam bölənlər sayı A ədədinin bərabər olur. Alfa 1 üstəgəl 1, vuraq alfa 2 üstəgəl 1, vuraq və s. alfa N üstəgəl 1. Və bu düsturdan istifadə edək. 72'ni sadə vuruqlarına ayırırıq əvvəlcə. Bu bərabərdir. 72'ni yazırıq 2'yə böləndə 36, 2'yə böləndə 18, 2'yə böləndə 9, 9 3'ə 3, 3 3'ə böldük 1. Beləliklə 72 bərabər oldu. 2'nin kubu, 2'nin kubu, 3'ün vuraq üçün kvadratı. Və burada biz bu düsturu tətbiq eləsək, tam bölənlər sayı, müsbət tam bölənlər sayı olacaq 3 üstəgəl 1, vuraq 2 üstəgəl 1, bu da bərabərdir. 4 vuraq 3, 12. Və mənfi tam bölənlər sayı da müsbət tam bölənlərin əks işarə ilə götürülmüşlər götürülür. Yəni burada da olacaq müsbət tam bölənlər sayı, müsbət tam bölənlər sayı, tam bölənlər sayı 12 oldu. Onda mənfi tam bölənlər sayı o da 12 olacaq. O müsbətlərin işarə ilə götürülmüş 12. Deməli beləliklə bütün tam bölənlər sayı 72 ədədinin 2 vuraq 12 olur. Bu da bərabərdir 24. Beləliklə 72 ədədinin 24 ədəd tam bölənlər sayı var. Məsələ 2. 120 ədədinin sadə olmayan müsbət tam bölənləri cəmini tapın. Məlumdur ki, A daxildir N mürəkkəb natural ədədi üçün A bərabərdir A1 üstü alfa 1, A2 üstü alfa 2, vuraq və s. AN üstü alfa N olduqda müsbət tam bölənləri cəmi A ədədinin SA ilə desək ona, o bərabərdir A1'in üstü alfa 1 üstəgəl 1 çıxaq 1 bölünsün A1 çıxaq 1. Vuraq A2'nin üstündə alfa 2 üstəgəl 1 çıxaq 1 məxrəcdə A2 çıxaq 1. Və s. vuraq olacaq AN'in üstü alfa N üstəgəl 1 çıxaq 1 bölək AN çıxaq 1. Cəm bu düsturla tapılır. Müsbət tam bölənlər cəmi bu düsturla. 120 ədədini sadə vuruqlarına ayırıram. 120 olacaq 2'yə 60, 60'ı 2'yə 30, 32'yə 15, 3'ə 5, 5 5'ə 1. Deməli 120 bərabər oldu. 2'nin kubudur, bir dənə 3 və 1 5'dən ibarətdə olacaq. 2'nin kubu vuraq 3, vuraq 5. Gördüyünüz kimi sadə bölənlər burada 2, 3, 5'dir. Onda sadə bölənlərin cəmi tapıram burada 2 üstəgəl 3, üstəgəl 5 bərabərdir 10 olur. Bütün müsbət tam bölənlər cəmini tapıb sadə bölənlərin cəmini çıxacaq. Onda olur bu şəkildə. S120 bərabərdir. Düstura əsasən yazırıq 2'nin üstü 3 üstəgəl 1, çıxaq 1, 2 çıxaq 1. Vuraq 3'ün üstü 1 üstəgəl 1, çünki qüvvət 1'dir, çıxaq 1, 3 çıxaq 1 və vuraq 5'in üstü 1 üstəgəl 1, çıxaq 1, bölək 5 çıxaq 1. Bu da bərabər də alırıq. 16 çıxaq 1, 15, bu elədir 15, birinci vuruq. 9 çıxaq 1, 8 bölək 2, 4. 25 çıxaq 1, 24 və 6.
Bu da bərabərdir. 60, 4'ü 15'e oranında vuraq 6, 360. Beləliklə, 120 ədədinin sadə olmayan müsbət tam bölənləri cəmi müsbət tam bölənləri cəmindən sadə bölənlərin cəmini çıxırıq 10, bu da bərabərdir 350. Beləliklə, məsələnin cavabı 350. Məsələ 3, ifadənin qiymətini tapın. Mötərizə 1 çıxaq 2'də 15, vuraq mötərizə 1 çıxaq 3'də 15, vuraq mötərizə 1 çıxaq 4'də 15 və s. Mötərizə 1 çıxaq 100'də 15 ifadənin qiymətini tapın. Verilən ifadəni yazıram. 1 çıxaq 2'də 15, vuraq 1 çıxaq 3'də 15, vuraq 1 çıxaq 4'də 15, vuraq və s. vuraq 1 çıxaq 100'də 15. Və bu ifadədə kəsr olan hissələri ayrıca yazıram. 2'də 15. Burada bir qanuna uyğunluq tapaq görək. Bu necə dəyişir? 2'də 15'dir. 2'də 15. Bunları bir-bir bu kəsr ədədləri göstərəcəm. Və 3'də 15. 4'də 15. Fikir verin. Məxrəc natural ədədlər sırası ilə artır. Gələcək və s. Bundan sonra hədlərdən biri 15'də 15 ola bilər və bu da və s. davam eləyir 100'də 15. Və diqqətlə indi baxırıq. 100'də 15'də 15. 15'də 15 1'ə bərabərdir. Onda bu ifadədə iştirak eləyən 1 çıxaq 15'də 15 vurğu ki var, bu bərabər olacaq 1 çıxaq 1 0. Deməli bu ifadədə, bu hasil ifadəsində vuruqlardan biri sıfıra çevrildi. 1 çıxaq 15'də 15 iştirak eləyib və sıfıra çevrildi. Bütün vuruqların sayından asılı olmayaraq, əgər ifadədə hər hansı bir vuruq sıfıra bərabərdirsə, onda verilən ifadə sıfıra bərabərdir. Beləliklə, 1 çıxaq 2'də 15, vuraq 1 çıxaq 3'də 15, vuraq 1 çıxaq 4'də 15 və s. vuraq 1 çıxaq 100'də 15 ifadəsi sıfıra bərabər oldu. İfadənin qiyməti sıfırdır. Məsələ 4. X daxildir n natural ədəd olduqda 15^6x bölək 3x^5 kəsirinin tam hissəsini tapın. 50. Verilən kəsiri yazırıq. 15^6x bölünsün 3x^5. Və surəti də birinci x ilə başlayıb yazırıq. 6x^15 3x^5. Məxrəcə uyğun surətdə yaza bilərəm. 6x^10 +5. Ona görə ki 3x^5'i 2'yə vuranda 6x^10 olur. Bunu da yazıram 3x^5. Və bu ifadəni, surəti 2 hissəyə bölürəm. 6x^10 bir də 5. 2 məxrəcə eyni olan 2 kəsirin cəmi şəklində göstərirəm. 6x^10 bölünsün 3x^5 +5 bölək 3x^5. Bu da bərabərdir. Birinci kəsin surətindən 2 ortaq vuruq çıxır. 2, 3x^5 bölünsün 3x^5. Və ikincinin olduğu kimi yazırıq. 5 bölək 3x^5. Burada ixtisarı olunur, ixtisarlarımızı apardıq. Bərabər oldu 2 + 5 bölək 3x^5. Və fikir verin. İxtiyari x daxildir n natural ədəd üçün. Bu kəsir 5 bölək 3x^5 kiçikdir 1. Ona görə də
verilen kəsirin tam hissəsi 15 üstəgəl 6x bölə 3x üstəgəl 5 tam hissə bərabərdir 2 olacaq. Deməli, tam hissə 2-yə bərabərdir. Məsələnin cavabı verilən kəsirin tam hissəsi 2-yə bərabərdir. Məsələ 5. 3 bölə x çıxaq 2x bərabərdir 1 olarsa, 3 bölə x üstəgəl 2x ifadəsinin qiymətini tapın. Belə bir eynilikdən istifadə edirəm. A üstəgəl b-nin kvadratı bərabərdir. A çıxaq b-nin kvadratı üstəgəl 4ab. Və burada mənfi 2ab alınır. Mənfi 2ab ilə 4ab 2ab verir. Yenə də bu eynilik doğrudur. Yəni bu müxtəsər vurma düsturuna əsasən belə bir ifadədən, eynilikdən istifadə edək. Onda olacaq 3 bölək x üstəgəl 2x'in kvadratı, tətbiq eləyirəm bu iki ifadə, axtardığımız ifadəyə, bu düstura əsasən yazırıq. Verəcək, bunun qoşması A çıxaq B burada bu ifadədir. Olacaq 3 bölək x çıxaq 2x kvadratı üstəgəl 4 vuraq birinci ədəd, bizdə 3 bölək x vuraq 2x olur. Və bu da bərabərdir, çevirək. 3 bölək x çıxaq 2x vahidə bərabər olduğundan bu ifadənin yerinə vahidi yazırıq, 1'i yazırıq bu ifadənin yerinə. Olacaq 1'in kvadratı, x'lər burada x'lar oldu. 4 vuraq 3, üstəgəl 4 vuraq 3 vuraq 2. Bu da bərabərdir 1 üstəgəl 24. Tapdıq 25. Deməli, biz aldıq ki, 3 bölək x üstəgəl 2x'in kvadratı 25'ə bərabərdir. Onda buradan çıxır ki, hər iki tərəfdən kök alsaq, kvadrat kök alsaq, 3 bölək x üstəgəl 2x bərabər olacaq. Kvadrat olduğundan üstəgəl çıx kök altında 25. Bu da bərabərdir üstəgəl çıx 5. Beləliklə 3 bölək x üstəgəl 2x ifadəsinin qiyməti üstəgəl çıx 5'ə bərabərdir. Məsələ 6. Tənliyi həll edin. Kök altda x bölünsün kök altda x bölünsün kök altda x və proses sonsuz davam edir, bərabərdir 4. Yəni, belə bir iç-içə köklər nisbəti ilə bağlı tənliyi həll etmək lazım. Tənliyi yazıram olduğu kimi. Olacaq kök altında x bölünsün kök altında x bölünsün kök altda x bölünsün və s. Bu da bərabərdir 4. Və verilən tənliyin hər iki tərəfini kvadrata yüksəldirəm. Onda olacaq kök altında x bölünsün kök altında x bölünsün kök altında x bölünsün və s. Kvadrata yüksəlib bərabərdir 4'ün kvadratına. Və buradan alırıq ki, birinci kökün altındadır bütün bu ifadə. Deməli, onda kvadrata yüksəldəndə birinci kökdən azad olur sol tərəf. Olacaq x bölünsün kök altında x bölək kök altında x bölək və s. proses davam edir. Və diqqətlə baxsanız görərsiniz ki, burada 4'ün kvadratı 16 elədir. Yenidən bax, bu ifadə elə verilən tənliyin sol tərəfidir, sonsuz davam edir deyə bu eynidir. Onda buradan çıxır ki, bu ifadənin yerinə mən 4 yaza bilərəm. Yəni, bu 4'ə bərabərdir. Onda nə aldıq? X bölək 4 bərabərdir 16 və buradan da tapırıq ki, x
bölək 4 bərabərdir 16. Aydınlıq üçün aydın yazıram. X bərabərdir 4 vuraq 16. Bu da bərabərdir 64. Beləliklə verilən tənliyin kökü x bərabərdir 64 alırıq. Cavab 64. Məsələ 7. İfadənin qiymətini tapın. A bərabərdir x 2011 üstə gəl 1 vuraq x 2012 üstə gəl 1 vuraq x 2013 üstə gəl 1 vuraq və s. x 2020 üstə gəl 1. Deməli, belə bir kompleks ifadədir. I kompleks ədəddir və bu ifadənin qiymətini tapmaq tələb olunur. İlərlə qüvvətinə baxıram. 2011, 2012, 2013, 1 artır 2014'dən düz 2020'ye qədər. Və burada mən götürürəm, orada iştirak eləyəcək növbəti ortada burada 2013'dən sonraki ifadəni i'nin üstü 2014. Üstə gəl 1 vurğunu götürürəm o ifadədə. Və bunu belə çevirək. Bunu yazıram i'nin üstündə 4 vur 503 olacaq və vuraq i'nin kvadratı 4'də 3 12 4'də 1 2012 bu da 2014 eləyir. Üstə gəl 1. Bunu yazanda i'nin üstü bərabərdir. i'nin üstü 4. Bu şəkildə yazıram. 503. Vuraq i'nin kvadratı üstə gəl 1. Bərabərdir. Və kənarda aydınlaşdırıram. i'nin kvadratı bildiyiniz kimi mənfi 1'dir. i'nin üstü 4 bərabərdir. Mənfi 1'in kvadratı müsbət 1. Bunları ifadədə nəzərə alıram. i'nin üstü 4 bizə verəcək bu ifadə verdi. i'nin üstü 4 1. 1'in üstü 503 1 verdi. Vuraq i kvadratı da mənfi 1'dir. Deməli 1 vuraq mənfi 1 üstə gəl 1 aldıq. Bu da bərabərdir. Mənfi 1 üstə gəl 1 bərabərdir 0. Deməli sonlu sayda belə bir hasildən ibarət olan a ifadəsində i'nin üstü 2014 üstə gəl 1 cəmi 0'a bərabər oldu. Qruplardan biri 0 olanda onda a ifadəsinin qiyməti də bütün qrupları 0'a vurdu 0 alınır. Beləliklə verilən kompleks ifadənin qiyməti a bərabərdir 0 alırıq. Məsələ 8. İspat edin ki, ixtiyari n daxildir n üçün n faktorial kiçik bərabərdir n üstə gəl 1 bölü 2'nin üstü n bərabərsizlik doğrudur. Deməli burada hər iki tərəfdən, bərabərsizliyin hər iki tərəfdən kök ala bilərəm n-ci dərəcədə. Çünki ixtiyari n daxildir n üçün hər iki tərəf müsbətdir. Yazıram n-ci dərəcədən kök altda n faktorial kiçik bərabərdir n üstə gəl 1'in üstü n-dən də kök alında kökün dərəcəsi n-lə bu n ixtisar olur, qalır bu şəkildə. Deməli biz bunu ispat eləməliyik. Koşi bərabərsizliyindən istifadə eləyək. Ədədi orta ilə həndəsi orta arasında əlaqə düsturu. N-ci dərəcədə kök altda A1 vuraq, A2 vuraq və s. AN bu kiçik bərabərdir. A1 üstə gəl, A2 üstə gəl və s. üstə gəl AN bölək N. Burada A ilər böyükdür 0'dan I 1'dən N-ə qədər. Müsbət ədədlərdir. Bunu tətbiq eləyək. N-ci dərəcədən kök altında n faktorialı yazıram 1'dən n-ə qədər natural ədədlərin hasili şəklində. Və həndəsi orta kimi baxıram buna. Tətbiq edirəm koşu bərabərsizliyi. Bunda kiçik bərabər olacaq. 1 üstə gəl 2, üstə gəl 3, üstə gəl və s. üstə gəl n. Bölək n alırıq. Bu da bərabərdir. 1 bölək n-i çıxardıram qarşıya. Olacaq 1 üstə gəl, 2 üstə gəl, 3 üstə gəl və s. n. Elementar riyaziyyatdan bilirsiniz, 1'dən n-ə qədər natural ədədlərin cəmi ədədi silsilə verəcək bizə 1 üstə birinci hədd ilə axırıncı həddin cəminin yarısı, vuraq sayda n-dir, vuraq n. Buradan alıram, n-lər ixtisar oldu, bərabər oldu 1 üstə gəl n bölək 2'yə.
Beləliklə diqqətlə fikir verin. Əvvəllə axırı birləşdirsək, buradan alınır ki, n-ci dərəcədən, bu da n faktorial olduğundan bərabər oldu, kiçikdir bərabər oldu, kiçikdir bərabər oldu, 1 üstəgəl n bölək 2-dən. Və biz bunu ispat elədik. N-ci dərəcədə kök altı n faktorial kiçik bərabərdir, ispat elədik. Hər iki tərəfi n-ci dərəcədən qüvvətə yüksəltsək, n faktorial kiçik bərabərdir. 1 üstəgəl n bölək 2-nin üstü n alırıq. Bu da ispat olunması tələb olunan bərabərsizliyin özüdür. Beləliklə, bərabərsizlik ispat olunur. Bununla da bugünkü dərsimizi bitmiş hesab edirəm. Sağ olun, yeni dərslərdə görüşənə qədər.